Verilmiş fikirlər hansı sözə aiddir? İki hecadan ibarətdir, iki qapalı sait işlənib, yazılış və tələffüzü fərqlənir. Bax, yumruğun yazılışı dəyişir, fərqlənmir. Qıvraq fərqlənir, iki qapalı sait amma yoxdur. Mühit yazılış dəyişir, fərqlənmir. Zəhimli fərqlənir, iki qapalı saiti var və iki hecadan ibarətdir və heca bilirsiniz də yazıya görə aparılır. Elə cavabımız olacaq D variantı. İlbizin də yazılışı dəyişir, fərqlənmir. Cümlələrin birində məna tayları eyni nitqəsinə aid olan amonim söz işlənmişdir. Digərləri üçün çalışmaqla biz öz xoşbəxtimizi tapırıq. Biz isim və əvəzlik anıtsırıq. Əsərləri olmayan alim meyvə gətirməyən ağacdır. Əsər sözü burada nədir? Bəli, hər ikisi mənası isimdir. Qalanın başından ətrafı seyr etdikcə ruhum dincəlirdi. Qala sözü isim və feildir, qalamaq. Uşaq anasının qucağına sığınıb yoxlamağa başladı. Burada amonim varmı? Yox. Yazın ilıq nəfəsi duyularkən kəndə yetmək istəyirəm. Yaz sözü isim və feil kimi. Cavab olur B variantı. Burada əsər sözü, bax burada müstəqildir da, əsərləri olmayan, əsərləri var olan mənasında. Əsər sözünün hər iki mənası isimdir. Cavab olur B. Hansı cümlədə təsvirlənən feil icbar növdə işlənib? Təsvirlənən feil, yəni şəxsə kəmiyyətə görə dəyişən feili, sifət, məsdər feili bağlama olmasın. A bəndi atasının şəhərdən ona aldığı ətir şüşəsini çıxartdı, məlum növdədir. Sözlərimdən sonra hamı baxışlarını mənə yönəltdi, məlum növ. Qalanın başından ətrafı seyr etdikcə ruhum dincəlirdi, məlum növ. Qazdırdığı quyuların hamısı tamam uçub dağılmışdı. Burada qazdırdığı təsvirlənməyən feildir, ona görə bunu götürmürük. Anam əvvəlcədən döşəmələri sildirdi. Bəli, sildirdi təsvirlənən feili icbar növdə işlənib. Sualın cavabı olur Y variantı. Cədvəldəki uyğun nümunələri müəyyən edin. İşarə vəzliyi sifət əvəz etmişdi, işarə vəzliyi zərf əvəz etmişdi. Biz belə şəraitdə böyümüşük. Necə şərait? Belə şərait. Bəli, bunu sifət əvəz etmiş kimi götürə bilərik. Yaşlılar belə alpinizmlə məşğul olurlar. Buradakı belə ədatdır. Sağ tərəfə baxırıq. İşarə vəzliyi zərf əvəz etmişdir. Belə danışmağı şübhələrimi artırdı. Necə danışmağı, belə danışmağı? Bunu düşünə bilərik. O vaxt belə ərazilərdə taxıl da əkilirmiş. Necə ərazi? Belə burada sifət əvəz edib. Cavab olur 1-3 A variantı. Hansı bənddə uyğunsuzluq var? A. Müəllimlərini gördüyüm cümləsindəki ismin neçənci şəxsə aid mənsubə şəxsi qəbul etdiyini təyin etmək olmur. Bəli. Sənin müəllimlərini gördüm, onun müəllimlərini gördüm. Bu doğrudur. Uşaq nə istəmişdirsə, onu da almışdıq. Cümləsində sual əvəzliyi zərf əvəz etmişdir. Xeyr. Sual əvəzliyi zərf əvəz etməyib. Ona görə də bunu çıxdıq. Burada olanlara plan qurulmuşdu cümləsində burada onlarla plan qurulmuş cümləsində onlarla sözü iki hissəsi kimi düşünülə bilər. Bəli. Bir var onlarla qeyri-müəyyən miqdar sayı, bir də var kim ilə, onlarla, şəxs əvəzliklə. Bu da doğrudur. Görülməli işlərimiz şirkət üçün çox vacibdir. Cümləsindəki feil vacib şəklində deyil. Bəli, görülməli burada feili sifətdir. Doğrudur. Axşam gəzintidən qayıdırdım cümləsində düzəltmə isim işlənib, gəzməkdən gəzinti, bu da doğrudur. Sualın cavabı olur B variantı. Uşaq nə istəmişdirsə, onu da almışdıq cümləsində sual əvəzliyi zərfi əvəz etməyib. Verilmiş nümunədəki köməkçi nitqlərin işlənmə ardıcıllığını müəyyən edin. Bayaqdan bəri gözündən bulut kimi yaş tökən qız tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ağır, ancaq qəti addımlarla otaqdan çıxdı. Bayaqdan bəri qoşma. Gözündən bulut kimi qoşma. Qoşma. Yaş tökən qız tərəfə dönüb baxmağı ağlına belə gətirmədi. Ədat. Ağır, ancaq qəti addımlarla bağlayıcı, qəti addımlar ilə qoşma. Deməli, qoşma, ədat harda var? Qoşma, ədat burada var. Sonra bağlayıcı var, sonra qoşma var. Cavab olur D variantı. Hansı cümlədə bütün sözlər qulluqca sadədir? Kəndə doğru gedən torpaq yol kəndin evləri getdikcə kiçildi. Kəndə doğru gedən torpaq yol kəndin evləri getdikcə kiçildi.
Buradakıların hamısı sadədir. Cavab olacaq A variantı. Yarğan divarındakı dəlik, düzəltmə bunları çıxdı. Mina xala özünə toxtaqlıq verdi, yaxınlaşıb, düzəltmə, getdi. Arvadın irəli tutduğu çıraq da sandığın üstünə sərilməkdən sərilən düzəltmə getdi. Yaş gözlərinin həlqəsinə yığıldı, yığmaqdan yığıldı, düzəltmə getdi. Cavab oldu A variantı, bütün sözlər sadədir. Hansı cümlədə feili bağlama hərəkətin səbəbini bildirir? Kişi solğunlaşan ulduzlara fikir verməyib qatara mindi, səbəb bildirmir, tərz bildirir. Bayaqdan ağlayan qız atasının gəldiyini görüb ürəkləndi. Niyə, nə üçün, nə səbəbə atasının gəldiyini görərək burada bunu götürürük. Çarığı tikib qurtardı, şirincə gərnəşib əsnədi, tərz bildirir. Har-hara ilə qaçışan uşaqlar evə çatanda susub dayandılar, yenə zaman və tərz bildirir. Arabir paravozlar kəsik-kəsik fit verib adamları oyadırdı, tərzdir. Cavab olur B variantı, bu cümlədəki feili bağlama hərəkətin səbəbini bildirir. Nümunə ilə bağlı uyğun fikirləri müəyyən edin. Hər şey çox qarışıq idi. Biri kənddə ağalıq edir, o biri isə doyunca quru çörək də tapmırdı. Doğrudur və yanlışdır. Buradan doğrunu, buradan yanlışı seçməliyik. Çoxaltma dərəcəsində olan sifət işlənib, bəli, hər şey çox qarışıq idi. Bir doğrudur, birlə başlayan bəndləri saxlayırsınız, digərini çıxırıq. Quruluşla düzəltmə olan söz isimdir. Qarışıq sözü isim deyil, ağalıq etmək isim deyil. Doyunca quru çörək də tapmırdı, deməli 2 səhvdir. Gəlirik sağ tərəfə. Təsviflənməyən feilə aid nümunə yoxdur. Baxaq görək burada. Doyunca sözü nədir? Feili bağlamadıda düzdür. Ona görə də bu yanlışdır. Əvəzlik ismin yerinə işlənib. Biri, o biri, bəli bu doğrudur. Cavab buradan doğru, buradan yanlışı götürür. Cavab olur 1-3 C variantı. Eyni köklü sözlər cərgəsini müəyyən edin. Qalıq, qalaqlanmaq, qalıcı. Bu qalamaqdan qalaqdır, yığmaq mənasında. Ona görə də bununla digərləri eyni köklü deyil. Qorub, qorumaq, qoruyan. Bu düzəltmədə bu ikisi sadədir. Bunları çıxdıq. Daxilindən, daxili, daxilən. Daxilindən digərlərinə eyni köklü deyil. Üzüntü, üzülmək, üzləmək. Üzləmək bu ikisinin eyni köklü deyil. Kəskin, kəsici, kəsilmək hər üçü eyni köklü sözdür. Cavab olur Y variantı. Hansı fikir mətnin ideyasına daha çox uyğun gəlir? A. Hiylə ilə əldə olunan üstünlük müvəqqətidir. Mətndə bəli biz axırda görürük ki, cincəl quşu hiylə ilə üstünlük qazansa da bu üstünlük davamlı olmur və sonunda cəzalanır. O vaxtdan bu günə kimi cincəl quşu koldan kola, çəpərdən çəpərə uçur və heç vaxt dizdən daha öndərə qalxa bilmir. Cavab olur A variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Mətndə təbliğ olunur, mətndə tənqid olunur. Ədalətlilik, qürur, məğrurluq, təkəbbür, satqınlıq, hiyləgərlik. Bir doğrudur, kolumun davranışını ədalətlilik təbliğ olunur, ona görə bunu götürürük. Qürur demək yoxdur, məğrurluq yoxdur. Yəni, belə deyək ki, qürurla məğrurluq daha çox tənqid olunur da, bu təbliğdə deyil. Yəni, qartalın simasında bunlar o daha çox tənqidə aiddir. Ona görə də bu ikisini çıxırıq. Gəldik sağ tərəfə təkəbbür, satqınlıq, hiyləgərlik. Məsələn, yenə də qartalda tənqid olunur, təkəbbürlük var. Düzdür, yəni daha da yuxarı qalxır ki, mən də qalxım, bu qədər qalxmışam, daha da qalxım mənasında. Ona görə də burada təkəbbür var, onu göstərir. Ümumiyyətlə, satqınlıq mətndə demək ki, yoxdur, bu vaxt nə tənqid, nə təbliğ məsələsi var. Bir də hiyləgərlik var ki, bu cincəl quşunun simasında nədir? Tənqid olunur. Cavab olur 1, 4, 6 C variantı. Mətnin tərkib hissələrini genişləndirə bilən cümlələrə əsasən uyğunluğu müəyyən edin. Giriş, əsas hissə, nəticə hissə. O qədər quş toplanmışdı ki, ayaq basmağa yer yox idi. Hamı həyəcanla sona hansı quşun qalacağını gözləyirdi. Həsrətlə göyə baxan cincəl quşu cəzasını belə çəkir. Bu vəzifəni o murdar bir yalan nəticəsində əldə edib.
Qartalın indiyə qədər bunu hiss etməməsi təəccüblü idi. Gəlin görək indi bu uyğunluq hansıdır. O qədər quş toplanmışdı ki, ayaq basmağa yox idi. Bu əsas hissədədir. Bu nədir? Quşların şahın seçilmə prosesində bunu qoyuruq bura. Hamı həyəcanla sonra hansı quşun qalacağını gözləyirdi. Yenə burada əsas hissədə yarışdan söhbət gedir. Həsrətlə göyə baxan cincəl quşu cəzasını belə çəkir. Bu son ayətdə nəticədir. Bunu ən axıra qoya bilərik. Sonra gəlirik. Bu vəzifəni o murdar bir yalan nəticəsində əldə edib. Bunu lap yuxarıda deyir ya. Quşların şahı sayılır. Bunu bura qoya bilərik. Düzdür. Getdik, qoyduq bura. Qartalın nə qədər bunu hiss etməməsi təəccüblü idi. Bunu da əsas hissəyə qoyuruq. Cavab 1D, 2A, B, Y, 3C. Cavab olur C variantı. Mətnə əsasən cədvəldəki düzgün fikirləri müəyyən edin. Problemdir, bir də problemdən çıxış yolu. Baxaq görək. Hakimiyyət uğrunda rəqabətin aparılması, bəli. Quşlar şahı seçim məsələsində razılığa gələ bilmir. Buna görə də münaqişə və mübarizə səbəb olur. Problemdir. Bunu qəbul edək. 1. Quşların təbii mühitdə çətinlik çəkməsi, yəni mətndə təbii mühit və yaşayış çətinliklərindən bəhs eləmir. Düzdür, sadəcə yarışla bağlıdır. Yəni şahlıqla bağlı söhbət gedir. Killin hakimlik zamanı ədalətsiz davranması xeyr. Saxtakarlıq vəzifə icrası zamanı yox, vəzifəyə seçilmə mərhələsində baş verir cincəl quşunun. Ona görə də 2 ilə 3 çıxırsınız. 2 ilə 3 çıxdıq, cavabımız hazırdır. Gəldik problemdən çıxış yolu. Müdrik birindən məsləhət almaq. Bəli, quşlar mübahisəni həll etmək üçün kolum killə müraciət edirlər. Sonra hər kəs üçün eyni meyar təyin etmək, ən yüksəyə uçan quş şahı olacaq. Prinsip ədalətli çıxış yoludur. Doğrudur, doğrudur. Killin qərarı dəyişməyə məcbur qalması, bu yanlışdır. Bu daha çox problemin özüdür. Həll yolu deyil yəni. Ona görə də cavab olur 1, 4, 5, B variantı. Mətndə çərçivə içərisində verilmiş söz cümlənin birində kontekstdəki mənasına uyğun işlənmişdir. Aşağıdan baxanlar gördülər ki, onlar bir-bir yorulub yerə düşürlər. Bu həqiqi mənadadır. İndi baxaq görək. Qonşunun evinin işığı bizim həyətə düşür. Mətndəki məna deyil. Xəstənin hərarətinin düşməsi mətndəki məna deyil. Bol olduğu üçün bu mövsümdə pomidorun qiyməti düşdü. Mətndəki mənasına uyğun deyil. Bu işə qarışmaq sənə düşməz. Uyğun deyil. Pəncərədən yarpaqların torpağa düşməsinə tamaşa edirlər. Mətndəki mənaya uyğundur. Cavab olur Y variantı. Mətndən bu nəticələri çıxarmaq olar. 1. Kil ədalətli hesab etmədiyi şeylərdə də vədini pozmur. Bəli. Belə deyək ki, kil cincəl quşun hiləsinə baxmayaraq sözünə sadiq qalır, onu şah elan edir. Bu doğrudur. 1 ilə başlayanları saxlayırıq, yerdə qalanları çıxırıq. Quşlar cincəl quşun şah seçilməsini qəbul etmədilər. Mətndə yəni göstərmir. Yəni heç bir rədd etmə məsələsi yoxdur. Yəni 2 sıxıntıdır. Bunu çıxdıq. Təbiətdə murdar sayılan yeganə quş cincəl quşu deyil. Bəli, mətndə qeyd olunur ki, cincəl quşu yarasadan da pisdir. Yəni bu deməkdir ki, yarasa pisdir, cincəl quşu ondan da pisdir. Ona görə də bunu çıxara bilərik. 1-3-ü seçirik. Kil qartala rəğbətinə görə onun şah seçilməsini istəyirdi. Xeyr, yəni mətn bunu təsdiqləmir. Kil yalnız ədalət və bacarıq meyarlarına əsaslanır. Yəni bu rəğbətdən söhbət getmir. Cincəl quşu hilə işlətməsəydi qartala şah seçiləcəkdi. Bəli, cavab olur 1-3-5 D variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətnə görə demək olar, mətnində belə fikir yoxdur. 1. Kolum kil lənəti ilə cincəl quşun səlahiyyətini məhdudlaşdırdı. Mətnə görə bunu demək olmaz. Belə bir şey yoxdur. Cincəl quşun hiləsinə baxmayaraq quşların şahı qartal sayılır. Xeyr, mətndə belə fikir yoxdur. Bunu deyə bilmərik. Gəlirik sağ tərəfə. Digər quşlar qartalı özlərini rəqib hesab edirdilər. Mətndə belə bir fikir varmı? Xeyr, yoxdur. Ona görə də 3-ü qəbul edirik. Kiçik olmağına baxmayaraq cincəl quşu ovlanaraq tutula bilir. Yəni mətndə belə bir fikir var. Deyir ki, o mətndə bəndə vurğulanır da, kiçik olsa da nədir? Ovlana bilən, ovçular tərəfindən ovlana bilir. Bu mətndə var. Cavab olur yalnız 3D variantı.
Qarşısında rəqəm yazılmış hansı cümlələrdə bütün sözlər həqiqi mənada işlənmişdir? Qarşısında rəqəm yazılmış cümlələr var. Lakin hər biri bu vəzifəyə can atdığı üçün razılığa gələ bilməz. Can atmaq məcazi mənada. Biri çıxdıq. Bizdən deyir həqiqi mənada işlənsin. Bir olan bəndləri getdi. 2-yə baxırıq. Yer üzünün bütün meşələrində 3 il qanlı döyüşlər davam elədi. Bax ki, yer üzündə. Düzdür, məcazidir, məcazidir. 2-yə də çıxdıq. Aşağıdan baxanlar gördülər ki, onlar bir-bir yorulub yerə düşürlər. Burada hamısı həqiqidir, düzdür? Sağ olun. Kolumkil öz sözün üstündə durub, sözün üstündə durmaq. Məcazidir, bəli, 4-də çıxırıq. O vaxtdan bu günə kimi cincər quşu koldan kola, çəpərdən çəpərə uçur və heç vaxt dizdən daha hündürə qalxa bilmir. Cavab olur 3-5 C variantı. Həddindən artıq şöhrət arzusu zərərlidir. Fikrini mətndəki 2 hadisə ilə əlaqələndirin. Birini qartala aid eləyə bilərik, qartal. O birini isə cincər quşuna. Qartal nə edir? Bəli, o daha da belə məğrur olur. Hamıdan yuxarı qalxmasıyla daha da belə yuxarı qalxır. Düzdür, şöhrət və qürur həvəsi ilə daha da yuxarı qalxır. Nəticədə gücdən düşür və uça bilmir. Və ondan sonra cincər quşu yuxarı qalxır. Düzdür, bəli, qeyd edə bilərik ki, qartal başqalarından bir qədər yüksək qalxmağı kifayət saymır. Bir qədər yüksək qalxmağı kifayət saymır. Daha da yuxarıya qalxır, daha da yüksəyə qalxır və nəticədə yorulur. Nəticədə yorulur. Bunu qeyd eləyə bilərik. Uça bilmir yəni. Şöhrət arzusu onu məğlub edir. Çünki cincər quşu ondan yuxarı qalxır. Düzdür, hiylə nəticəsində amma qalxır da. Çünki qartal bəlkə də eləməsəydi başına belə hadisə gəlməzdi. Cincər quşu uçsaydı, onun taqəti qalardı, o da yüksəyə qalxardı. Cincər quşu qalxa bilməzdi axı. Digər ikinci də şah olması üçün, şah olmaq üçün hiylə işlədir. Hiylə işlədir. Buna baxmayaraq, bu şöhrət ona xeyir gətirmir. Bu şöhrət ona xeyir gətirmir. Kolumkil onu lənətləyir. Kolumkil onu lənətləyir. Və hər zaman da buna görə də hər zaman aşağıda uçur. Hər zaman aşağılarda uçur. Belə fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən cədvəli doldurun. Kolumkilin xarakteri xüsusiyyəti, mətndə bunun təsdiqi ədalətlidir. Ona görə də quşlar nə edir? Yəni, şah seçməyi ona həvalə edirlər. Quşlar şah seçməyi ona həvalə edirlər. Bax, bunu qeyd eləyə bilərik. Sonra nə yaza bilərik? Sözün üstündə durandır. O təsdiqini də belə göstərə bilər ki, cincər quşunun hiylə ilə qalib gəldiyini bilsə də, verdiyi vədə sadiq qalaraq onu şah elan etməyə məcbur olur. Sonra məsələn, yalana və yaxud da hiləyə qarşı dözümsüzdür, belə yazarıq. Və cincər quşunun murdar yalanla şah olmasına hirslənir və onu lənətləyir. Bunu da belə qeyd eləyə bilərik. Və bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə görə klasteri tamamlaya bilən fikirləri müəyyən edin. Maqomayevlə bağlı fikirləri sədaqətlidir. Məsələn, mühafizəkar mətndə belə bir fikir yoxdur. Şovinist də yoxdur, zəhmətkeşdir. Bəli, elə mətnin ilk cümləsində verilib ki, Müslüm Maqomayev də təbiətən zəhmətsevəri, zəhmətkeş idi. Bir də yenilikçi idi, deyə bilərik ki, bu da mətndə var.
Yəni bəstəkar Azərbaycan operasına yeni vokal ifadə vasitələri gətirdiyi qeyd olunur. Cavab olur 3-4 D variantı. Üzeyir Hacıbəyli və Müslüm Maqamayevin rəqib və məslək dostu adlandırması nəyi göstərir? Ümumiyyətlə, mətnə biz bunu qeyd edə bilərik ki, Hacıbəyli ilə Maqamayev eyni sahədə fəaliyyət göstərirlər. Düzdür? Aysə, buna görə də onlar bir-birinə rəqabət aparan sənətkar olublar. Eyni zamanda məqsədləri və sənət yolları oxşar olduğu üçün bir-birinə hörmət edən, dost münasibətli olan insanlar kimi təqdim edirlər. Yəni onlar həm rəqib, həm də məslək dostudurlar. Onlar iki bir-birinə zid münasibəti bir arada tuta bilməsini göstərir. Cavab olur C variantı. Qarşısında rəqəm yazılmış hansı cümlə çıxarsa mətnin məzmununa xələl gəlməz. Ümumiyyətlə, bu tipli cümlələr elədir ki, yəni onların ifadə etdiyi fikrə oxşar başqa cümlələrdə də fikir var. Birinci cümləyə baxaq. Bu barədə çox düşünüb daşındı, çox götür-qoy etdi. Nəhayət arzusunu gerçəkləşdirib Şah İsmayıl operasını yazdı. Yəni bu cümləni biz mətndən çıxarsaq, qeyri-adi belə deyək ki, mətnin məzmunu ilə ciddi xələl gəlməz. Çünki Maqamayevin opera yazmaq arzusu bu arzunu və Şah İsmayıl operasını gerçəkləşdirir ki, bu da ondan sonraki cümlədə öz əksini tapır. Cavab olur C variantı. Yəni birinci cümləni çıxarsaq, mətnin məzmununa xələl gəlməz. Amma digərlərini çıxarsaq, mətnin məzmununa xələl gələr. Mətnə görə müəyyən etmək olmur. İki böyük sənətkarın eyni janrda əsər yazdığını, hər ikisinin opera janrında əsər yazıb bunu deyə bilərik. Milli opera yazdığını zaten vurğuladıq ki, bəli, hər ikisi milli opera yazdığı, yaratdığı mətndə öz əksini tapır. Xasiyyətcə bənzərliyi, hər ikisi zəhmətsevər idi, deyə bilərik. Muğamatdan istifadə etməsi, hər iki bəstənin operalarında muğamdan istifadə etdiyi mətndə qeyd olunur, bunu müəyyən olunur. Amma onların qohumluq əlaqəsinin olub-olmaması mətndə qeyd olunmur, cavab olur B variantı. Mətnə görə Maqamayevin yaradıcılığına aid edilə bilməz. 1. Milli musiqi ilə Avropa musiqisinin sintezinə meyl etməsi. Mətndə qeyd olunur ki, Azərbaycan musiqi folklorunun Avropa professional musiqisi ilə müəyyən sintezi vardır. Bunu deyə bilərik, aid eləyə bilərik. İlk operasında muğamdan əsas element kimi istifadə etməsi. Mətndə muğam parçaları əsərdə xeyli az yer tuturdu və əsas element deyildi. Bu doğru deyil, yəni onun yaradıcılığına aid edilə bilməz. Getdi. Əsas element kimi yəni deyildi da, düzdür? Aysə. Simfonik orkestr üçün orijinal əsərlər yazması, yaratması, simfonik musiqiyə xüsusi məhəbbəti olan bəstəkar və simfonik orkestr üçün diqqəti cəlb edən orijinal simfonik əsərlər yazmışdır. Bu onun yaradıcılığına aiddir. Vokal ifadə vasitələrini yeniləməyə cəhd göstərməsi. Bəstəkar həm də Azərbaycan operasına təzə vokal ifadə vasitələri gətirmişdir. Bunu da onun yaradıcılığına aid edirik. Cavab olur 2, yalnız, yəni B variantı. Bu fikir Maqamayevin yaradıcılığına aid edilə bilməz. Mətnə görə cədvəldəki uyğun fikirləri müəyyən edin. Buradan doğrudur, buradan yanlışdır seçməliyik. Maqamayev Üzeyir Hacıbəylidən daha əvvəl dünyasını dəyişmişdir. Bəli. Deyir ki, Fəxri Xiyabana Hacıbəylinin çiyinlərində gətirilib. Bəli, bu doğrudur. Bir olan bəndləri saxlayırıq, digərlərini çıxırıq. Şah İsmayıl Azərbaycan opera səhnəsi üçün yazılmış ilk əsərdir. Üzeyir Hacıbəyli daha əvvəl milli opera yazmışdı. Düzdür, Leyli Məcnun əsəri. Ona görə də bu səhvdir. Yəni mətndə qeyd olunmur da, Azərbaycan opera səhnəsi üçün yazılmış ilk əsər deyə vurğulanmır. Sağ tərəfə gəldik. Maqamayev əsərlərini yazarkən folklordan istifadə edirdi. Bu doğrudur, bəli. Musiqi folklorunun bir sıra nümunələrindən ustalıqla bəhrələnib. Bu doğrudur. Dünyasını dəyişən bəstəkar vətənin sərhədlərindən kənarda dəfn olunur. Xeyr. Fəxri Xiyabanda dəfn olunur. Cavab olur 1-4-C variantı. Fikirlərdən biri mətnin plan bəndi ola bilməz. Milli musiqinin aşiqi, bəli, mətnin girişində bəstəkarın Azərbaycan musiqisinə sevgisi qeyd olunur. Ona görə də bu plan bəndi ola bilər. İlk xəyal qırıqlığı, mətnin heç bir hissəsində bundan söhbət getmir. Yəni, kiminsə, nəyinsə xəyal qırıqlığına uğramasından söhbət getmir.
Musiqidə sintez cəhdləri Azərbaycan musiqi folkloru ilə Avropa musiqisinin sintezindən bəhs edir, ola bilər. Gerçəkləşən arzu Şah İsmayıl operasının yazılması ilə bəstəkarın arzusunun reallaşmasını göstərə bilərik. Çox şaxəli fəaliyyət bəstəkarın həm skripka çalması, həm orkestrin dirijoru olması, həm də inzibati işlərdə iştirakını da qeyd edilsə, bu plan bəndə ola bilər. Cavab olur B variantı. Biri Müslüm Maqamayevin vətənpərvərliyinin sübutu hesab oluna bilməz. Baxaq. Yaradıcılığında daim Azərbaycan musiqisinə və Azərbaycan torpağına sonsuz sevgi nümayiş etdirmişdir. Bəli, bu vətənpərvərliyini göstərə bilər. Bunu qəbul edirik. Azərbaycan xalq melodiyalarından geniş istifadə edərək milli musiqinin yaşadılmasına xidmət etmişdir. Bəli, bunu göstərə bilərək ki, melodiyalarında musiqi folklorunun bir sıra nümunələrindən ustalıqla bəhrələnərək simfonik orkestr üçün əsərlər yazmışdır. Bunu deyə bilərik. Milli opera ənənəsini davam etdirərək Azərbaycan mövzusunda operalar Şah İsmayıl Nərgiz yazmışdır. Bəli, bunu da qeyd edə bilərik. Yaradıcılığında milli musiqi ilə Avropa professional musiqisini sintez etməklə Azərbaycan musiqisini yeni mərhələyə çıxarmışdır. Bəli, bunun vətənpərvərliyini göstərir deyə bilərik. Azərbaycanla Avropa musiqisini birləşdirir. Azərbaycanı ürəkdən sevmiş, həyatını xalqın musiqisinin təbliğinə həsr etmiş, vətənindən kənarda yaşamaqdan imtina etmişdir. Son obrazda fikir verin. Təsadüfi deyil ki, o Nalçik şəhərində ölüm ayağında vəsiyyət edib ki, yəni bu vətənindən kənarda yaşamaqdan imtina etməyib. Yəni bunu biz vətənpərvərliyin sübutu kimi hesab edə bilmərik. Ona görə də cavab olur Y variantı. Mətnə görə Maqamayevin əsərlərini yazarkən tamaşaçıların səviyyəsini nəzərə aldığını hansı faktdan sübut etmək olar? Bax, burada mətndə bu hissədə var ki, Azərbaycan tamaşaçılarının hələlik mürəkkəb opera formalarını dinləməyə tam hazır olmadıqları nəzərə alıb, Şah İsmayıl operasına az muğam parçası daxil etmişdir. Bu hissədə bura. Bunu özü ki, bunu da qeyd edə bilərik. Bu hissədən qeyd edirik ki, Azərbaycan tamaşaçılarının hələlik mürəkkəb opera formalarını dinləməyə tam hazır olmadıqlarını nəzərə alıb Şah İsmayıl əsərinə az miqdarda muğam parçası daxil etmişdir. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Müslüm Maqamayev Nərgiz operası ilə səhnəmizə hansı yeniliyi gətirmişdir? Bax, burada nə deyir? Bu xüsusiyyətlərin Nərgiz operasında xüsusilə qabarıqdır. Bu xüsusiyyətlərin əsası Azərbaycan opera səhnəsində ilk dəfə kəndli qızının, çobanın və fəhlənin operada surətlər kimi çıxış etməsi əlaqədardır. Belə ki, Azərbaycan opera səhnəsində ilk dəfə kəndli qızı, çoban və fəhlə əsas surətlər kimi çıxış edirlər.
Bax, bu kimi fikir yazıb sualı cavablandıra bilərik.